döldə nə baş verir, anada hansı dəyişikliklər baş verir və videonun sonunda hamiləlikdə zülal ehtiyacı, protein ehtiyacı nə qədərdir və biz onu necə qarşılayacağıq. 17-ci həftədə dölümüz aktiv hərəkət edir, reflekslərin gəlişimi davam edir, dölümüz əllərini aktiv tərpədir və ultrasəs müayinəsində dölün əli ilə üzünü bağladığını görə bilərik. Hamilələr doktor yenə də döl üzünü göstərmədi deyərək şikayətlənirlər adətən belə olduğunda. Amma bu normal döl hərəkətləridir. Üz formalaşır və biz artıq bu həftələrdə üzdə hər hansı bir qüsur varsa, özəlliklə dodaq qüsuru varsa, yarıq varsa bunları görə bilirik. Yağ toxuması əmələ gəlir dərinin altında, qulaq pərdələri əmələ gəlir, dırnaqlar inkişaf etməyə davam edir. Plasenta böyüyür, cift böyüyür və artıq dölü aktiv qidalandırır. Anada isə buna qarşılıq olaraq iştah artır. İştah artdığında təbii ki, biz yeməyin miqdarına diqqət etməliyik və bizim ehtiyacımız olandan daha fazla qida istifadə etməməliyik. Bunun üçün rasionumuz dəngəli olmalıdır. Rasionda mütləq zülal olmalıdır. Zülal mənbəyi bilirik ki, tam və daha rahat əmilən zülal heyvansal zülaldır. Hansı ki, ətdə, süddə, kəsmikdə və yumurtada mövcuddur. Və daha, belə deyək, tam olmayan zülal, bəzi amino turşulardan əksik olan zülallar, bunlar da bitkisel zülallardır. Bunlar paxlallardır, mərcidir, noxuddur, lobyadır. Yəni bunları da paralel olaraq istifadə edirik, amma əsas mənbəy heyvansal proteindir. Əgər kalorilara və ehtiyaclara, yəni qramajlara keçsək, bizim ikinci trimestrdə zülal ehtiyacımız 60-70 qramdır. İkinci trimestrdə isə, üçüncü trimestrdə isə 70-80 qramdır. Biz bunu necə qarşılaya bilərik? 200 qram ətdə, olsun bu mal əti, toyuq əti və yaxud da balıq əti, təxmini 50 qram zülal var. Döş ətində, toyuğun döş ətində biraz daha çoxdur, 60-70 qram zülal var. Beləliklə bizim gündəlik dozamız, yəni ehtiyacımız 70 qramdırsa, biz bunu 200 qram heyvansal olaraq, yəni ətdən istifadə eləyə bilərik və qalan 20 qramını da yumurtadan, süddən, kəsmikdən ala bilərik. Bunun yanında da təbii bitkisel zülallar da ola bilər, amma onların miqdarı azdır. Yəni sırf bitkisel zülallarla biz bəsləniriksə, yəni ət yemiriksə, bu protein ehtiyacını qarşılamaq çətin olur. O zaman çox miqdarda biz gərək lobya yeyək, kinoa yeyək, mərci yeyək, noxud yeyək, ən azından yanında yumurta, süd və kəsmik yeyək. Beləliklə, hər gün çalışaq, əgər təbii ki, belə bir diyet özəlliyimiz yoxdursa, vegetarian deyiliksə, heyvansal zülalı qidalardan alaq. Yəni, hər gün və yaxud da gün aşırı yumurtamız olsun, 2 ədəd yumurta, 2 ədəd yumurtada haradasa 15 qram zülal var. Hər gün bizim süd məhsullarımız olsun və ən azından həftədə 5 dəfə bizim ət yeməyimiz olsun. Bunların ikisi balıq olsun, ikisi qırmızı ət olsun, biri toyuq əti və yaxud da bu kombinasiyanı biraz dəyişdirə də bilərsiniz.